Bismillahirrahmanirrahim. 21-ci əsrdə texnologiya inkişaf edir. Cismi rahatçılıqlar çoxalır. Amma ruhi sıxıntılar, ixtilaflar, problemlər hər gün artır. O problemlərin də biri də ailəvi problemlərdir. Görüşür ki, hər gün boşanmalar, ixtilaflar və ailədə müşkillər gündə çoxalır. Və keçmiş zamana baxanda indi boşanma çoxdur, ixtilaf çoxdur. Pəs biz 21-ci əsrdə bəzi məlumat toplamalıyıq. Ailəni qorumaq üçün və bu problemlərdən özümüzü hifz etmək üçün gərək bəzi məlumatı toplayaq, bəzi sözlər və bəzi texnikləri öyrəşək. Psixologiyada neçə dənə texnik və bacarıqlıq vardır ki, həm ailədə faydası var, həm ailədə eləmək olar istifadə olunsun, həm ictimai münasibətlərdə. Birinci və demək olar ən önəmli bacarılıq ailədə və müştərək həyatda active listening skill-dir. Tərcüməsi olar aktiv dinlənmə bacarılığı. Aktiv dinlənmə və qulaq asmaq bacarılığı ən önəmli və faydalı bacarılıqlardandır. Şayət demək olar, bacarılıqların içində ən önəmlisi budur. Bu bacarılıq nədir? Bu bacarılıq, yəni bu ki, sən qarşıdakı insana qulaq asasan, qulaq asmadan əlavə diqqət göstərəsən və feedback verəsən və nişan verəsən və göstərəsən ki, sən bu qulaq asmada qarşıdakı insanın sözün başa düşmək istəsən. Bu bacarılıq dedik ki, həm müştərək həyatda, ailədə çox önəmlidir, həm ictimai münasibətlərdə. Bu bacarılıq o qədər önəmlidir ki, hətta psixoloqlar dərmanda da bundan istifadə edirlər. Yəni bu bacarılıq həm ailələrdə qadın və kişiyə faydalıdır, həm psixoloqlara dərman otağında lazım olan bir şeydir. Və əgər insan bu bacarılığı bacara və düzgün riayət eləyə, ictimai münasibətləri dostları ilə, atası ilə, anası ilə, iş yerindəki dostları ilə təbiətən hər gün güclənəcəkdir və yaxşıya dövrə gedəcək. Amma bu bacarılığı nətər eləmək olar? Birinci budur ki, qarşıdakı insanların və insanın sözün təzədən qaytarıb və özünə nəql eləyəsən. Yəni, vaxtı ki, qadın ya kişi və hər kəs qarşıdakı insana qulaq asır, qulaq asandan sonra başa düşdüyün təzədən qaytarıb və o insana deyə. Bu texnikin çox faydası var. Bu işin çox xeyri var insana. Birinci budur ki, insana qulaq asmağın maneələrindən uzaqladar. Qulaq asmağın və dinlənməyin maneələri nədir? Gələcək inşallah. İkinci faydası budur ki, insanı səhv təfsirlərdən uzaqladar. Vaxtı insan uzaqlaşdırdı, insan təbiətən qarşıdakı insanın məqsədini düzgün başa düşər. Çox görmüsünüz və çox başımıza gəlib ki, qarşıdakı insan bir söz deyir və siz də başqa şey təhvil alırsınız, başa düşürsünüz. Və heç vaxt səhv başa düşməyinizi də başa düşmürsünüz. Amma əgər siz qulaq asdığınızı və başa düşdüyünüzü təzədən təkrarlandırarsınız qarşıdakı insana, onda əgər düzgün başa düşmürsünüz, qarşıdakı insan sizi təsdiq edəcək. Amma əgər düzgün başa düşməmisiniz, təbiidir ki, sizin sözünüzü düzəldəcəkdir. Pəs bu təkrarlandırma səhv təfsirlərdən və mənfi təfsirlərdən insanı qoruyacaqdır. Üçüncü faydası budur ki, vaxtı ki, siz qarşıdakı insanı başa düşürsünüz və təzədən onu və təzədən başa düşdüyünüz məsələni qaytarıb və o insana deyirsiniz, məxsusən ailədə siz həyat yoldaşınıza dəyər verirsiniz. Siz ona bir qiymətli hədiyyə verirsiniz. Niyə ki, qulaq asın, insanların ehtiyacı vardır ki, onlara qulaq asılsın. Dördüncü faydası budur ki, insanı əsəblənmədən və nervidən qoruyar. Əgər qarşıdakı insan bir söz deyir və siz onun sözünə narahat olursunuz və əsəblənirsiniz,
Əgər o başa düşdüyünüzü təzədən qaytarıb ədəblə, hörmətlə qarşıdakı insana deyəsiz, bu məsələ, bu iş səbəb olar ki, sizin əsəblənməyiz, hirslənməyiz kontrolla. Və axırıncı faydası budur ki, həyat yoldaşınızın sözlərin unutmasınız. Çünki çox görüşür ki, ailədə qadın və kişi söhbət edirlər, amma o məclisdən sonra, bir gündən sonra, 2 gündən sonra sözlər yaddan çıxır, unudurlar. Pəs əgər biz qarşıdakı insanın sözünü təkrar eləyək və o sözü təzədən nəql eləyək, bunun 5 dənə faydası var ki, xidmətlərinizə deyildi. Məsələn, bir sizə misal verim. Qadın kişiyə deyir ki, kişi, mən istəyirəm özüm başqa evdə müstəqil yaşayam. Da istəmirəm sənin ata və anavla yaşayam. Kişi bu sözü eşidir. Kişi nə başa düşür? Kişi başa düşür ki, gəlin qaynana və qaynatanı istəmir və müstəqil yaşamaqdan hədəf və məqsəd budur ki, bunlara hörmətsizlik eləsin. Kişi bu başa düşdüyün əgər reaksiya verən qaytara qadına deyə, qadın deyəcək ki, yox, mənim məqsədim bu deyil ki, sənin ata və ana və hörmətsizlik olsun. Çünki uşağımız çoxdur, bu evdə kiçikdir, balacadır, otaqlar çatmır, mən istəyirəm bir dənə başqa evdə yaşayaq, ta otaqları çox olsun və biraz rahat yaşayaq. Əgər bu reaksiya və təkrarlandıra kişi, xanım bu səhv təfsiri islah eləyəcək, düzəldəcək. Amma əgər kişi bu sözü təkrarlandırmaya və başa düşdüyün qadına çatdırmaya, təbiidir ki, kişi bu elə səhv təfsiri, səhv başa düşdüyün özündə saxlayacaq və o səhv məlumatla hərəkət eləyəcək və xanımın barəsində səhv qəzavət eləyəcək. Pəs, birinci aktiv dinəlmə bacarlığın yolu budur ki, vaxtı ki, qadın ya kişi qarşıdakı insanın söhbətlərinə qulaq asdı, qarşıdakı insanın söhbətləri qutarandan sonra başa düşdüyün təzədən qaytarıb və qarşıdakı insana deyə. Qarşıdakı insan əgər bunun söhbətlərini təsdiq eləsə ki, heç nə. Amma mümkündür qarşıdakı insan deyə ki, yox, sən mənim söhbətlərimi və sözümü düzgün başa düşməmisən. Mənim məqsədim budur. Bəs bu təkrarlandırma insana icazə verməz ki, qarşıdakı insanın məqsədin səhv başa düşsün.